amil düşüncə və təfəkkürdür. Onu isə inkişaf elətdirən ən başlıca səbəblərdən biri, hətta deyərdim ki, birincisi məhz mütaliədir. İnsanın itkinin zənginləşməsi ilə bərabər daxili dünyasının zənginləşməsi sərbəst analiz bacarığının başlıca amili məhz kitablardan keçir. Kitab sənin ilk dostundur. Kitab oxumaq mədəniyyəti gənclər arasında aradan geçmiş və unudulmuşdur. Halbuki bu gözəl əməlin çox sayda faydaları var. Mütaliə etmək bayramını temizlədilər, daha yad düşünməndə çamak edir. Bugün insanlar oldukça məşğuldurlar və mütaliə üçün zamanları hər gün biraz daha azalır. Əlimizdə telefon, kompüter oyunlarına dalaraq dincəlmək daha da asan gəlir. Lakin uğurlu karyera qurmaq üçün mütaliə etmək lazımdır. Mütaliə etmək yaşından asılı olmayaraq hər kəsin edə biləcəyi ən faydalı məşğuliyyətdir. Kitab oxumaq, özündən kitaba sevgi, oxuya maraq, oxuduğunu qavramaq, anlamaq kimi anlayışları birləşdirir. Oxumağı sevmək həyatda cansızlı saatlar, ən gözəl saatlar dəyişməkdir. Mütaliənin faydası xüsusilə hər gün kitab oxuyanlar üçün böyükdür. Mütaliə insan ruhunun tərbiyəsidir. Video görüntüləri isə bir hekayə danışır. Kitab oxumaq isə hekayəni beyninizin içində yaradır. Kitabxana insan ruhunun bütün zənginliyinin xəzinəsidir. Kitab insan psixologiyasına vurur. Kitab toplamaq yaxşı işdir. Onları oxumaq isə daha faydalıdır. Gənc, sağlam və yaradıcı zehnə sahib olmaq istəyirsinizsə, müntəzəm olaraq kitab oxuyun. Kitablar sənin düşünməyi, hiss etməyi, sual verməyi, həqiqəti axtarmağın üzərində öyrədir. Zəkanın səviyyəsi artdıqca fikir daha dəyərli, oxumaq daha dəyərli. Mütaliə etməyən insan yalnız bir ömür yaşayır. Mütaliə edən insanlar isə izlərdir. Unutmayın, kitablar yeganə ölümdür.